Novruzəllərimdir burada. Çox sevindim. Yada da biyot varmış. Ama olsun, siz de yad değilsiniz. Siz de Novruzəllisiniz. Mir Sadiqə mən online dərs keçmişdim və heç unutmuram. Online şəkildə o qədər gözəl cavab verirdik. Yəni online dərs keçmək də o qədər yorucu bir şeydir. Yəni həyatımın boşa keçmiş 2 il yarımı sayıram da o ili. Amma o uşaqlar ki belə bir şey oxuyub cavab verirdi, ona xüsusi zövq alırdım və Mir Sadiq o vaxtdan mənim yadımda çox gözəl şəkildə qalmışdı. Sonra illər sonra onu görəndə burada deyəsən hələ təzə düzəlməmişdi, hələ düzəlirdi, düzəlmək üzrəydi. Sənədlərini yığırdı və dedi ki, müəllim, mən burada işə düzələcəm. O qədər sevindim və mənim zaten düşüncəmdə, fəlsəfəmdə bu var ki, həyatın mükəmməl bir ədaləti var. Yəni, həyat çox adildir və o ədalətin nəticəsi olaraq da Mir Sadiq aramızda həmkar olaraq görürük və çox sevinirik. Bu məsələyə gəlincə isə belə deyim, əslində bu mövzunu anlamaq, mövzunun mahiyyətinin fərqinə varmaq və onu bugün burada bax bu şəkildə nəhəngləşib ki, bunu anlayacaq mahiyyətdə biridir və bu təklifi eləyəndə də həqiqətən mən çox sevinmişdim. Düzdür, bir il qədər gecikdi. Keçən il vaxtımız. Keçən il vaxt təklif olunmuşdu və bir il qədər mövzumuza başlayaq. Bir sualım var uşaqlar sizə. Nənələrin nağılınla, nənəsinin nağılınla böyüyən neçə nəfər var? Hə. Nənələrinizin sizin danışdığı nağıllar xatirinizdə necə qalır? Şərlə, məsələn, hansı nağılı xatırlayırsan, necə qalır? Tamam. Amma bir təsiri var idi. Necə bir təsiri var idi? Bax, onu demək soruşuram mən. Təsiri nə idi? Təsiri daha çox müsbət emosiyalar yaradırdı deyə bilərəm insanda. Çünki balaca uşağa danışılan şeylər olduğuna görə mən şeylər çox olduğum içərisində olursa da keçəli olur. Əslində nənələrin danışdığı nağılların hamısı bir həyati reallıqdır. Nəyə görə? Həyatdakı, bax məsələn, bəzən belə bir son zamanlar tendensiya var, müsəlifən. Deyirlər ki, nağıllarda, əjdahalardan, nə bilim, divlərdən danışılır, onlar çox mənfi təsir edir uşağa. Amma mən elə düşünmürəm, nağıldakı div, əjdaha sonra kim olur? Daha komik olsun deyə sizin müdürünüz olacaq. Biraz daha komik olsun deyə deyib, qaynanalarınız olacaq. İzah edə bildim və siz bundan baş eləməyə öyrənməlisiniz. Çünki həyat pəmbə fanusun içi deyil. Həyat daha fərqli genişləri var, çıxışları var, mənfisi var, müsbəti var. Bunların hamısını öyrətmək üçün əslində bizim bir növ xalqın təfəkkürünə ehtiyacımız var. Və heç bir söz mü demək istəyirsiniz? Əlavə olaraq bildirmək istəyirəm ki, müasir ədəbiyyatlar qeyd edir ki, mən sizə bir terapiyada danışacağım. İnsan inkişafında, xüsusilə təxəyyülün formalaşmasında vaxtilə bizə ifadə olunan həmən o əjdahadır, div qəhrəmandır, olmayan qəhrəmanların ifadə olunması bilavasitə bizim təxəyyülümüzün inkişafına zəmin yaradır. Bunu ədəbiyyatlar təsdiqləyir və belə qeyd olunur ki, bunları ifadə etdiyimiz zaman hər hansı bir, məsələn, div olanda divin xüsusiyyətləri olur, deyilmi? Təsvir olunur və həmin o təsvir müəyyən qədər də təbii ki, burada görsel olaraq da, məsələn, əgər kitab oxuyursa, nağıl kitablarda divin təsviri olur, əjdahanın təsviri olur. Onunla eyniləşdirilərək, yəni identifikasiya olunaraq eyniləşdirilir. Belə bir misal deyim sizə. Heç bir folklor materialı təxəyyüldən kənara çıxmır. Və ümumən, Sovet dövründən qalma bir saçma bir ənənə var. Folklor ədəbiyyatın başlanğıcı kimi qəbul olunur. Qəti qəbul olunmaz bir şeydir. Ona görə ki, folklor ədəbiyyatın başlanğıcı ola bilməz. Onların bir ortaq özəlliyi var. O ortaq özəllik də odur ki, hər ikisinin mətni təhlil edir. Amma ədəbiyyatın təhlil elədiyi mətinlə folklorun təhlil elədiyi mətin çox fərqlidir. Siz bir ədəbi əsər oxuya bilərsiniz. O ədəbi əsərin istər janrı, istər ideyası uçub saçıq. Yəni çox fərqli şəkillərdə ola bilər. Ancaq hansı bir folklor materialında sərhədləri aşan bir şey görə bilməzsiniz. Folklor materialları yüzlərin, minlərin təxəyyülündən süzülür, bir qəlbin içinə sığışdırılır və gəlir. Zaten buna görə ədəbiyyatda, nə bilim,
Eksistensiyalizm cəryanı var, postmodernizm var, realizm var, modernizm var, klassizm var və s. Bunlar ona görə var. Amma folklorda bunu tapa bilmərik. Yəni bunların əslində ortaq anlayışı, belə deyək sizə, bir mətnin təhlilidir və heç bir zaman folkloru ədəbiyyatın başlanğıcı olaraq götürməyək. Zaten dünyamızda da bir şey nəzər yetirib, folklor artıq antropologiya elmin başlığının altında örgənir. Yəni folklor fərqli bir sahədir. İçində kültürü, tarixi, dili və ədəbiyyatı ehtiva edir, barındırır. Ona görə folklorun sərhədləri ilə ədəbiyyatın sərhədləri arasında çox qalın cizgilərlə fərqlər var. Bu fərqləri də öyrənərsiniz. Zaten biz sizlə ədəbiyyatı keçirik. Fərqindəsiz. Folkloru da biraz bu bayratıları, nağılları birazcık xatırlasalar, görərsiniz ki, orada nə qədər belə bir fərqlər var. Həm də folklor materiallarının bir özelliği də odur ki, xalqın dünya görüşünü özündə formalaşdırır. Bax, məsələn, xalqın əgər gözəllik anlayışında çatışmazlıq olarsa, bu folklor mətnindən birbaşa təsir edir. Örneğin, baxın, əxlaqi kodeksdən geçsək, gəlin ən kiçicik bir əxlaqi kodeksdən gedək, dünyada çox məşhur bir dastan var, saga deyirlər var. Tristan və İzolda. Oxumusunuz mu, baxmısınız mı? Bir şəkildə İngiliz dili üzrəsiz də, deyirəm, bəlkə bilərsiniz. Ay, yox, psixologiya, başlayayım. Sözümü geri aldım. Deməli, Tristan və İzolda belə bir şeydir ki, İzolda Tristanın əmsi arvadıdır. Əmisi Tristana İzoldanı aparmağı, gəmi ilə aparmağı, onu müşayiət eləməyi tapşırır. Yolda bunlar bir-birinə aşık olur, bir-birlərini sevirlər və çox maraqlıdır ki, onu yazan xalq, onu düşünən xalq bunu bir əxlaqsızlıq, bir xəyanət olaraq algılamır. Əksinə, Tristanın əmisinin bunları cəzalandırmasına çox mənfi münasibət bəsləyir, qına obyektinə çevirir və ən sonunda da əmi məcbur qalır qardaşı oğlunla arvadının birləşməyinə razılaşır. Məsələn, bu bir Avropa kodeksində, əxlaq kodeksində yazılmış və xalqın, uşaqların böyüdüyü bir mühitdə, yəni uşaqlara danışılan bir sagadır. Uşaqlar bu dastanla böyüyür və bu cəmiyyətdə onların əxlaq kodeksini bizdən fərqləndiyini görürük. Onlardakı əxlaq kodeksi belə işləyir. Sevgiyə mane olmaq yanlışdır. Amma bizdə məsələn, bunun hansısa bir variantda istifadəsini görsək nə olacaq? Cinayət. Və həmən o xəyanətin də qarşılığı olaraq biz kralı almışdıracaq da, haqq verəcəyik, qardaşı oğluna, arvadı ona xəyanət edib deyə düşürəcəyik. Deməli, baxın, xalqın dünya görüşü necə də onun folklor materiallarında əks olunur və nağıllarında əks olunur. Rusların məşhur bir sözü var. Atalar sözü var. Deyir, как у тебя дела? Deyir, как в сказках. Чем дальше, чем лучше или хуже. Hansı olar da? Yəni, чем дальше, чем хуже, или чем дальше, чем лучше. Yəni, deyir, necəsən? Deyir, yaxşıyam, laf nağıllardakı kimi. Amma iki məna verir. Həm çox yaxşı, həm çox pisə gedir bunun mənası. Yəni, əgər vəziyyəti çox pissə, deyir, getdikcə pisləşir. Amma yaxşıdırsa, deyir, getdikcə yaxşılaşır. Ancaq mən indi sizin hamınıza desəm ki, uşaqlar, sizə nağıl kimi bir həyat arzulayıram. Əslində nə demiş olacaq? Yəni, sizə xoş bir niyyət verəcəm və gözəl bir arzu eləyəcəm. Deməli, bizim nağıllarımızda dünya gözəldir. Deməli, bizim nağıllarımız gözəllik və ədalət üzərində qurulur. Zaten bunun nəticəsi olaraq da görürsünüz. Bütün nağılların sonunda pis qızı qatırın ucuna bağlayırlar, quyruğuna bağlayırlar və dağa daşa çırpılır o qız. Amma yaxşıdırsa həmişə axırda qalib gəlir. Mesela Üç Bacı deyə bir nağılımız var. Nağılda nədən danışılır? Nağılda çox açıq şəkildə deyilir ki, bacıların böyük və ortancılı çox xəsis olur, xəsis yox, üzr istəyirəm, xain olur və onlar çox tamahkar olur, hər şeyi özlərinə istəyir. Ona görə kiçik bacını xəşləyirlər ortada, yazıq bacı da xəyanətə uğrayır. Amma sonunda hamısı insanın psixikasına çox açıq şəkildə təsir edir. Ancaq sadəcə psixikadan ibarət deyil bu. Yəni psixikanı özünü götürəndə, üst-üstə qoyanda, psixika sadəcə uşaqlıqdan vərdişlərimizin üst-üstə toplaşmasıdır.
Məsələn, mən ömrü boyu mənim yanımda şikayət edən bir adamla böyüsəm, mənim psixologiyam buna yatkın olacaq. Mən ömrü boyu məni gözəlliklə yoğurmuş bir adamın yanında böyüsəm, mən ancaq gözəllikləri görəcəm. İzah edə bildimmi? Ona görə də psixikanın formalaşmasında folklorun müthiş bir rolu var. İndi bu psixikanın formalaşmasına, məsələn, psixologiya alimlərinin bəziləri, yəni mən 3-4 dənə məqalə oxumuşam, bir də bir kitab oxumuşam, oradan gəldiyim nəticə budur ki, 4 şeydə bunlar özlərini göstərirlər. Əsasən irsiyyət. İrsiyyət nədir? Yəni genetik kodlaşma. Bunu indi siz necə anlayacaqsınız? Mən sizə deyim. Məsələn, mənim anamın, nənəmin vərdişlərindən kənara çıxma şansım nə qədərdir? Bax, burada irsiyyət çox önəmlidir. İndi deyəcəksiniz, mənim, baxın, burada irsiyyət qadın-kişi fərqindən gedir söhbət. Əslində tam olaraq budur. Bütün qızlar analarının, oğlanlar da atalarının əsəri olmalıdır. Normalda, yəni indi psixologiya başqa şey deyil. Mən sizinlə razıyam. İstədiyiniz yerdə müdaxilə edib onu əksini deyə bilərsiniz. Bəli, indi psixologiya deyir ki, o qızlar atalarının əsəridir, əslində oğlanlar da atalarının əsəridir. Mən razıyam, amma bu başqa məsələdir. Bu, ailə yapısında, ailənin başının kişi olmasından irəli gələn bir məsələdir ki, biz bunu məncə çox danışmışıq, mənim tələbələrim bilir bu barədə. Çünki hər əsərdə demək olar ki, biz bu mövzuya toxunmuşuq. Ancaq burada qadın niyə? Məsələn, atalar sözü var, ana çıxan ağacı, qızı budaq-budaq çıxar. Anasına bax, qızını al, qırağına bax, bezini al. Yəni, bunları bəzən indi müasir dövrdə çox cinsiyyətçi olaraq göstərirlər, amma elə şey yoxdur. Bu cinsiyyətçi olaraq göstəriləcək bir şey deyil. Tamamilə folklorun, xalqın sizə improvizə elədiyi bu şeyləri qəbul eləməlisiniz. Nəyə görə? Çünki reallığı əks elətdirir. Baxın, indi irsi olaraq ən çox bizdə yaygın olan pirlərdir. Nəyə görə pirlərə birbaşa örnək göstərirəm? Çünki İslam dini əsrlərdir pir məsələsini bu xalqa unutdura bilmir. Ha eləyirlər, yəni günah da deyirlər, nə bilim, möfhumat da deyirlər, şəriət da deyirlər, hər şəkildə təzyiq göstərirlər. Ancaq xalq pirə getməkdən əl çəkmir. Və ən qəribəsi nədir? Mən bəzən pirə gedəndə orada məhz mömin müsəlmanlar görürəm, hansı ki dinində, imanında, başı da bağlı, yəni bizdən fərqli olaraq və mənə maraqlı gəlir, niyə bura gedirlər? Əslində çünki pirlər hardan qalmadı? Şamanizmdən qalma bir gələnəkdir. Bu gələnəyi əsrlərdir, irsi olaraq unutmuruq. Niyə? Çünki genetik kodlaşmamızda bu yazılıbdır, proqramlanıb və biz bunu tərk edə bilmirik. İkinci böyük məsələ, məsələn, bayramlar. Buyur qızım. Ocaqlar, yəni bu pir nədir? Fərqli bir mənası. Məsələn, 5 barmaq piri, örnəyin. 5 barmaq piri, Haçaqaya piri, Tovuzda da Haçaqaya piri. Bu arada Haçaqaya niyə getməyinizi məsləhət görürəm? Qəşəng mənzərəyə görəcəksiniz. 5 barmağın bir mənzərəsi yoxdur, amma Haçaqaya çox qəşəng mənzərəsi var. Getmiş kimi bir tətil edərsiniz. Göy gözət görünür orada. Nəysə, deməli, bayramlar məsələn. Örneğin bu Yolka bayramı, yəni Yeni Il bayramı. Məsələn, deyəcəksiniz, müəllim, Yeni Il bayramı bizə aid deyil, biz onu keçiririk, düzdür. Amma son zamanlar, şəxsən mənim özümün də yazıb, elmi cəhətdən isbatlayıb, ortaya qoyduğum bir elmi əsər də var. Çillə gecəsi əslində Yolka bayramıdır. Qədim türklərin, baxın, qədim türklərin küknar ağacına olan sayğıları və küknarın başı dimdik göyə ucaldığına görə bütün yarpaqları da göyə baxır, budaqları. Yəni küknar belə sallaşmır, fikir verin, dimdik qalxır. Ona görə də küknar ağaclarının yarpaqları, budaqları göyə baxdığına görə küknar ağacından ibarət, yəni küknar ağacının kökünün aşağısında keçən il onlara verdikləri ənam üçün Tanrıya nəzir babında bir şeylər qoyurdular, yeməklər, içməklər. Gələn il istədiklərini də ağacdan asırdılar və dilək tuturdular. 21 dekabr gecəsi. 15-ci yüzyılda bunu Alman kraliçası aparıb xristiyanlara həvalə edəndə, bu türklərin də qəribə bir adəti var imiş. Əgər bir şey başqası elirsə, onlar ondan əl çəkir. Yəni həvəsləri ölür ondan. Ancaq özlərinə aid olsun istəyirlər. Və zamanla bu gəlir 31 yanvar gecəsinə düşür. 31 dekabr gecəsinə düşür 1 yanvar və keçən gecəyə. Yəni təqvim dəyişən günə biz yolka bəzəyirik. Ancaq məsələn
Bunu yolkadan da niyə əl çəkmirik? Ona görə ki, o bizə tanışdır. Məsələn, mən düşünürəm, bu Qurban bayramı, Ramazan bayramı, bu millətdə, bu ölkədə niyə azad şəkildə qeyd olunduğu da, niyə insanlar ictimai olaraq yaygın şəkildə bunu keçirmirlər? Çünki genetik kodlaşmada yoxdur. Aydındır. O genetik kodlaşmada özünə yer tapmadığına görə və Sovet dövründə də qəti şəkildə, yəni onun qarşısı alındığına görə, bilməli olaraq yasaqlandığına görə daha sonra onu bərpa eləmək çox çətinləşirdi. Zaman alacaq, zamanla Novruz, Ramazan və Qurban bayramı da populyarlaşacaq, amma hələ zamanı var. Yaxud Cadılar bayramı, Halloween, məşhur Halloween. Məsələn, Halloween-i mən təzə qeyd olunanda, gənclər qeyd edəndə əsəbləşirdim. Amma mən də bir folklorşünasam, kültür işini bilirəm. Mənə də maraqlı gəlir. Bu gənclik niyə bundan əl çəkmir? Nə xatırladır? Bunların beynində nəyi tərpədir bu bayram? Araşdırdım. Şamanların bögü bayramıymış. Noyabr ayında keçirilir bu bayram. Bögü də cadugər deməkdir qədim türkçədə. Yəni indi onu falçı olaraq da qəbul edirlər, amma falçılar cadugərlər bayramı olaraq da götürə bilərik. O bayram imiş və bu da 14-cü yüzildə üzr istəyirəm. Balqabağın Avropaya getməsindən və bu bayramı da götürüb elə Bögülər bayramını da Cadılar bayramı, Halloween şəklində keçiriblər və ondan sonra da bu qayıdıb bizə belə şəkildə. İndi biz ona görə gedib ondan yapışmışıq. Siz elə bilirsiniz ki, modernik deyə ona yapışırsınız. Yox, siz genetik yadlaşmada, kodlaşmadan uzaqlaşa bilmirsiniz. Bax, bu bir irsi şəkildə, irsiyyət formasında təsirlərdən biridir ki, hansı ki siz geriyə doğru qayıdırsınız, özünüzdən də asılı deyil. Ona görə də bunlardan qurtula bilmirsiniz. İkincisi, mühit. Mühit çox önəmlidir. Mühit niyə çox önəmlidir? Ona görə ki, mən nənəmin babamın yanında böyüyürəmsə əgər, nənəmin babamın yanında böyüyürəmsə, deməli, məni hansı şəkildə böyüdəcəklər? Ya şıltaq, dəcəl biri kimi, çox əzizlənən biri kimi, ya məni böyüdəcəklər həddindən artıq nağıllarla, bayatılarla və s. Və bu mənim oxşamalar, laylalar, nazlamalar, tapmacalar, atalar sözləri mənim söz dağarcığım dolduqca dolacaq. Nənə, baba çünki çox təsirlidir bu işdə. Ata, ana öz uşaqlarını öyrətmir, nəvələrini öyrədir bizim sistemdə. Nənə, baba daha çox nəvəyə düşkün olur və belə şeyləri daha çox öyrədir. İndi anası öyrədənlər varsa da çox şanslısınız. Amma məsələn, sadəcə oturub düşünmək deyil həyat. İndi nə deyirlər? Məsələn, yaxşı nəfəs almaq, doğru nəfəs almaq insan beynini aktiv işlədir. Məsələn, qədim dövrdə başa Quran qoyurdular, Quran-ı Kərim saraylarda özəlliklə. Daha doğrusu saraylara vermək istədikləri qızları başında Quran-ı Kərim olaraq yetişdirirdilər. O qızlar dimdik dayanırdı, onun rostünləri dik dururdu və onların beyindəki işləmə qabiliyyəti güclü olduğunu düşünürdülər. O qızların digərlərinin ağıl olduğunu düşündükləri üçün. İndi bu bir saray fəaliyyəti idi. Amma xalqın içində də insanın doğru danışmazsa, doğru nəticəyə gəlməz kimi düşüncələri var idi. Məsələn, nitq qüsuru çox böyük bir ayıb idi. Pərtək danışmaq, müasir dövrdə bu şirin gəlir nəyə görəsə, amma qədim dövrdə bu ciddi bir ayıb sayılırdı. Yaxşı, biz bu pərtəklikdən qurtulmaq üçün bizdə hansı folklorlar var idi, janrlar var idi? Yanıltmaçlar. Diksiyanı da düzəldir. Yanıltmaç söyləyən bir nəfəsə söyləməyə bacaran insan, o özünü təbrik eləməlidir, deməli doğru nitq qabiliyyətinə malikdir. Bugün nitq qabiliyyəti üçün gedib milyonlar tökən insanlar var, yəni ki, sırf nitq qabiliyyətini düzəlsin deyə. Amma biraz o da vərdiş edir. Yaxud uşaqlarda zəkanı gücləndirmək üçün Lego oyunları və s. müasir dövrdə var. Amma qədim dövrdə nə var idi buna? Tapmaca. Tapmaca. Çox asan şəkildə tapmaca. Tapmaca qədər insanın hafizəsini təzələyən bir şey yox idi. Bir də tapmacaların tərkibində də çox maraqlı şəkildə biraz daha belə qarşı tərəfi düşünməyə vadar edən qıcıqlandırıcı amillər var idi. Məsələn, indi müasir dövrdə bu atalar sözünü qəbul eləmirlər, təhqir sayırlar dırnaq içində. Amma məsələn, tapmacalar var, örneğin. Qat-qat döşək, bunu bilməyən eşək. Və
bu insanlar dərhal şey düşünür. Ah, mən təhqir olundum, çünki mən bunu bilmirəm. Amma qədim dövrdəki insanlar, o tərbiyə metodunu, bunu tərbiyə metodu kimi qəbul edən insanlar əslində bir daşla iki quş vurublar. Əvvəla dəymə düşərlik xasiyyətini yığışdırıblar uşaqların. Çünki uşaqlıqdan, çünki dəymə düşərlik insanı toplumda qabağa getməyə qoymayan bir amildir. Bunu Sadiq müəllim məndən də yaxşı bilir. Birazdan, mən 5-10 dəqiqə yekunlaşdıracağam. Birazdan o danışacaq. O məndən də yaxşı bu şeyləri bilir. Razı olmadığınız yerdə lütfən deyin. Yaxşı. Çünki dəymə düşər insan müdürünün dediyi sözdən inciyəcək, xətrinə dəyəcək, qüruru qırılacaq və sonra o hansı ki irəliləməkdən danışmaq olar. Bugün Şərq aləmini, özəlliklə İslam aləmini, Qərb aləmi, özəlliklə Xristiyan aləmi sırf bu dəymə düşərliklə barmağında doluyur. Məsələn, Quran-ı Kərimdə bir söz deyir. Bizimkilər coşur. Amma biz onların incilinə bir söz deyəndə deyir, mən neyim, Allah bilər, incil bilər. Niyə? Çünki onlar bu dəymə düşər xasiyyətləri yoxdur. Amma bu tərbiyə metodu bizdədir. Çox maraqlıdır ki, biz bunu tərk eləmişik. İndi uşaqlarımızı necə böyüdürük? Müəllim ona ağır söz deməsin, müəllim onu incitməsin. Mən də müəllimlərin mobbing və bullying xasiyyətlərinə, əməllərinə qarşıyam, kəsinliklə. Və şəxsiyyəti formalaşdırmaq üçün bəzən humoristik şəkildə uşaqlarla bu şəkildə davranmaq olar. Məsələn, müəllim girər sinifə, deyər ki, uşaqlar, bu atalar sözünü bilin. Uşaqlar da o eşək ünvanının üstünə götürməmək üçün gecə-gündüz düşünüb bunu taparlar. Aydındır. Və mən əminəm ki, baxın, mən bugün bu atalar sözünü deyəndə belə, bu auditoriyada xətrinə dəyənlər var. Sorğulayın. Bax, özünüzü sorğulayın. Hardan zəif olduğunuzu biləcəksiniz artıq. Aydındır. Deməli, oradan özünüzü möhkəmləndirin. Həyata da möhkəm başlayın. Bu da sizə folklorun bir mükafatı olaraq düşünün. Deməli, bu gözəllik anlayışımıza da keçək. Bizim nənələrimizin ən çox gözəllik anlayışlarının nə olduğuna toxunmaq. Bizim nənələrimiz çox maraqlıydı. Çox qəribə bir müsahibə oxudum, dinlədim bu günlərdə. Kim idi o? Oğlanın adı nə idi? Bir qıvırcıq saçlı bir alimdir. Çox uçuq saçıq fikirlər var onun. Dedi ki, xanımların dedi, əslində yəni balıq ətli olması... Bəli? Hə, ay sağ ol. Bu bir uçuq qaçıq fikirlər var. Mənim o çox fikrinlə razı olmadığım da bir adamdır. Gəldi. Nəyə görə? Çünki dedi ki, qadınlarda dedi, əslində pi qatının olması onları daha dişi eləyə bilər. Yəni daha dişi enerjisi daha rəvaçda bir vəziyyətə gətirə bilər. Və mən dərhal nənələrimizin zamanı ki, ağlıma gəldi, ona görə bu sözü bir dəyər verdim. Yoxsa normalda o dediyin alimi dəfələrlə dinləmişəm, heç bir fikirlə razılaşmamışam, amma burada niyə razılaşdım? Nənələrimiz nə deyir? Bir dirhəmət 1000 ayıbı örtür. Düzdür? Və mənim məsələn, nənəmin şəxsən gözəlləşmək mənasındakı anlayışını sizə deyim. Deyirdi, bala, o qədər gözəl idim ki, mən cavanlığımda yastıq kimi idim. Qapıdan girməz idim. Məsələn, mənim nənəmin gözəllik anlayışında bu var idi. Və arıq adamlara bizim nənələrimizin yazığı gəlirdi. Düşünürdülər ki, arıq adamlar yazıq adamlardır ki, kökələ bilmir. Deməli, burada bir şey var. Əslində, o şəkildə yox, amma başqa şəkildə, məsələn, belə daha ciddi alimlərin axtarıb tapacağı bir elmi əsas tapa bilərik. Çünki folklor materiallarının heç biri boşuna yazılmır, boşuna deyilmir. Baxın, deyir ki, iri gözlər. Nənələrimiz xoşlayır ki, göz iri olsun. Niyə? Çünki göz ürəyin gerçəkdən yansımasıdır, qəlbin aynasıdır. Gerçəkdən də elədir. Gözündə bir damcı sinsilik gördüyümüz insandan biz hansı güvən ala bilərik? İnsanın ürəyində əgər pis niyyət varsa, mənə necə xoş baxa bilər? Mən onu mütləq bu yerdə tutacağım. Aydındır. Ona görə də bax, bu göz məsələsinə nənələr çox önəm verir. Bu tərbiyə, psixologiyada amil olaraq, üçüncü olaraq tərbiyəni götürürlər. Mən bu üçüncünü ikinci ilə çox bənzədirəm. Nəyə görə? Çünki burada da, məsələn, mühitdə də ana, valideynlər, yəni əvvəl ana, valideynlər, məktəb və cəmiyyət. Bunlar hamısı təsir edirsə, tərbiyə də elə bunların elə olaraq uşağa təsirindən ortaya çıxan şeydir. Və
şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu. Burada insanın yetişmə şəkli var. İndi kişisel gelişim kitabları var. Çoxcadır, dəhşət də çoxdur və birinin dediyini o biri inkar edir. Yəni, bəzən hətta bezirəm oxuyuram. Biri deyir ki, məsələn, düşün olacaq, biri deyir düşünməklə olmayacaq. Biri deyir elə olsun, biri deyir eləmə, boş otur, elə Allahdan halva bir ağzıma düş şəklində olsun. Və mən bu vəziyyətdə dönürəm folklor materiallarına. Folklora dönürəm və baxıram onlar nə deyir. Çünki nənələrimiz, babalarımız bizdən fərqli olaraq çox xoşbəxt yaşayırlar. Bunun səbəbi nədir? Mən onu bilmək istəmişəm. Baxın, bütün istilalara rəğmən, qan tökmələrə rəğmən, baxın, bu coğrafiya çox çətin bir coğrafiyadır. Müharibələr, amma haçan danışdırırsan, məsələn, nənələr xoşbəxtdir, babalar xoşbəxtdir. Amma biz ola bilmirik ki, niyə, səbəb nədir? Bir də bizim əlimizin altında hər şey var. Deməli, şəxsi yetişmə şəklinlə bağlı. Və bunun biri bayaq dediyim dəymə düşərlikdir. Artıq biz toplum olaraq dəymə düşərliyə doğru çox sürətlə gedirik. Bu arada Türkiyə toplumu ciddi mənada artıq dəymə düşərdir. Zarafat eləmək mümkün deyil. Yəni zarafatın mənası da yoxdur artıq. Amma biz hələ qalıb bizdə. Yavaş-yavaş inkişaf elətdirsək daha yaxşı mənaya gətirə bilərik. Məsələn, mən öz yetişdirdiyim uşağa qətiyyən hansısa bir nağılın təsirindən kənara çıxacaq şəkildə bir tərbiyə vermərəm. Ona görə ki, nağıllarla yetişən uşaq həm yaxşını, həm pisi görür. Atalar sözü də xüsusi olaraq tərbiyəyə tam olaraq fərdi yetişmə şəklinə uyğun davranır. Məsələn, mən bugün gəlib bir Sadiq müəllimi incidirəm və evə gedirəm və atama deyirəm ki, bir Sadiq müəllim, məsələn, sinif yoldaşımdır. Deyirəm ki, məsələn, ata, bugün bir Sadiqin xətrinə dəydim, əcəb elədim. Atam mənə dərhal nə deyir? Bala, nə tökərsən aşına, o da çıxar qaşığına. Niyyətin hara, mənzilin ora. Eləmə. Və mən dərhal artıq sözümü başa düşürəm və anlayıram ki, nə demək istəyirəm. Və gələn dəfə mən Mir Sadiqi incidəndən 2 gün sonra özüm incinəndə deyirəm, hə, deməli bu atalar sözünün psixoloji olaraq üzərində bir təsiri var. Yaxud deyirəm ki, birinə 40 dəfə dəli desən, dəli olar. Bu atalar sözü də artıq mənə ağzından çıxan danışığın hansı şəkildə olmalı olduğunu başa salır. Mən məsələn, oturub durub ancaq borçdan, xərcdən, nə bilim, kəsilməkdən, sonra da deyirlər, Aynur müəllimi kəsdi. Dərsə girəndə deyirlər ki, müəllim, kəsiləcəyik bu dərsdən. Sonra da deyir, müəllim, kəsildik bu dərsdən. Çünki sən artıq özünü formatladığına girdin. Və bu, bizim, bax, folklorda atalar sözündə bu da özünü göstərir. Yaxud başqa bir, sizin balaca bir, bu məsəldir, məsəl göstərir deyəcəm, örnek olarak. Buna məsələn, bir disertasiya yazmaq olar bu mövzuya bu arada. Bir gün keçi qoyundan, daha doğrusu qoyun keçinin qarşısında sudan keçirlərmiş. Dərkən qoyun sudan keçdiyi üçün quyruğunu qaldırır və keçi onun arxasınca gəlirmiş. Deyir ki, keçi, qoyun, sən neynədin? Sən yol sudan keçəndə sən quyruğunu qaldırdın. Sən necə pis iş gördün? Keçi dönür, deyir, qoyun var da, qoyun dönür, deyir, keçi qardaş, sənin il 12 ay quyruğun dik durur, biz bir şey demirik. İndi mən bir dəfə sudan keçəndə quyruğum dikərdi deyə, sən niyə mənə şər atırsan? Bax, bir cəmiyyətin əxlaq kodeksləri hansı şəkildə formalaşır, bir dənə fikir verin bura. Çox diqqətlə. Özünün elədiyini əslində görmür və buna da çox mükəmməl bir atalar sözü var. Öz gözünün kirib görmür, başqasının gözündə çöp axtarır. İnsan psixikasının formalaşması təsadüf olmamalıdır. Yəni, insan uşaqlığından nə ilə yetişirsə, böyüyəndə də ona gəlib çatır. Əgər mən uşaqlıqda möcüzələri nağıllardan almasam, böyüyəndə mən möcüzələrin olduğuna necə inanaram? Məsələn, sizə bir sual verim uşaqlar. Sizcə möcüzə var? Heç qarşılaşmışsınız möcüzə ilə? Var möcüzə ilə qarşılaşanlar? Nədir? Məsələn, bir möcüzəniz var həyatda. Axı, sizi mən dərs keçirəm, sizi yaxşı tanıyıram. Sizin möcüzəniz necə olsun? Siz analı imtahan ərəfəsində burnundan tökdünüz həyatı. Müəllim, imtahan ərəfəsində ölürük, yükər belə. Yəni, əslində ən böyük möcüzə buydu da. Siz tələbəsiz və aralı imtahanına girirsiniz. Amma siz bunu möcüzə olaraq dəyərləndirə bilmirsiniz.
Niyə? Çünki gözünüz bağlıdır, qapanıb. İzah edə bildim. Ona görə də, əzizlərim, folklorun insan üzərindəki təsiri müthişdir. Amma bunu gərək siz idrak edərək oxuyasınız. Məsələn, gözələ baxmaq savabdır deyə bir atalar sözümüz var. Mənə deyirlər ki, müəllim, o yanlış deyil, gözəl baxmaq savabdır. Yox, əzizim, niyə gözəl baxmaq olsun? Bu cəmiyyətin gözələ və gözəlliyə xüsusi aşiqliyi var. Baxır və deyir ki, sənə baxmaq savabdır. İndi bunu siz niyə dəyişib gözəl baxmaq edirsiniz ki? Axı bu xalq gözələ baxmağı sevir. Və gözələ də hər kəs baxa bilməz axı. Məsələn, mən baxdığım yerdə bir gözəllik görmək üçün gərək mənim özümün də bir gözəllik gözlərim olsun da. Aydındır. Məsələn, bu sonuncu rəvayətdir. Mən bitirəcəm. Müsadik müəllim danışacaq. İsa Peyğəmbərə Peyğəmbərlik veriləndə bütün əshabələr yığışır, gəlir, deyir ki, bu arada Azərbaycan mətnidir. Düşünməyin ki, mən bunu hansısa xarici ölkədən götürmüşəm. Əshabələr yığışır, gəlir, deyir ki, ya Allah, sən özün bilən məsləhətdir. Amma bu İsa Peyğəmbər də indi Peyğəmbər olası deyil axı. Biz əshabələr burada durmuşuq. Sən gedib kimə Peyğəmbərlik verirsən? Deyir, laf yaxşı, madəm bilmək istəyirsiniz, sabah filan saatda laylay beşiyin laylay, evim eşiyin laylay, sən get şirin yox ya, çəkim keşiyin laylay deyən bir ana və onu dinləyən bir uşaq, enerji alışverişinə baxın, möhtəşəm bir özgüvən, sevgi axını. Balama qurban kalçalar, balam nə vaxt əl çalar, balama qurban ilanlar, mənim balam dilanlar. Uşağa verilən bir sevgi axınına baxın, yəni axın gedir, elektrik kimi, yəni voltajlıdır. O uşaq onu anlayıb nə edəcək? Onunla böyüyəcək də, sevgi göstərisi görmək gözəl dildə gəlir. Daha sonra zamanla uşağın dili pərtəkli yanıltmac öyrədir. Hafizəsi zəifdir, ona kumulyativ zəncirləmə nağıl öyrədir. Turpu nağılı məsələn zəncirləmədir. Orada fikir verin, təkrarlar çoxdur. Eyni təkrarı, eyni axında, eyni sıralama ilə davam edir. Uşağa yaddaş verir, hafizə verir. Və beləliklə də uşağa daha sonra zamanla nağıl öyrədir. Başa düşdüyü zamanda biraz da böyüyür, onu musiqi ilə, dastanla bəsləyir. Həm musiqi zövqünü formalaşdırır, həm də onun dünya görüşünə təsir edir. Amma ən önəmli, ədalət duyğusunu körətmədən, onu harlayaraq, gözəl-gözəl oxşayaraq. Ona görə də psixika, məncə, bir mərrə olaraq folklorla vəhdətdə öyrənilməlidir. Və belə olanda daha da əlverişli olur. Çünki insan genetik kodlaşma ilə daha çox şey əldə edir. Biraz çox danışdım, qışqa baxmayın. Təşəkkürlər.